Cənab, sən bizi ələ salarsan, ha? Xeyr, mən həqiqəti nəzərinizə çatdırıram. İndi bizi buradan salamat bırakmayacaqsınız. Elçiyə zaval yoxdur. Tələsməyin cənablar, sizdən bir xahişimiz də var. General Zenikinə çatdırın. Muğan Sovet Respublikası tələb eləyir ki, Dağıstan bolşevikləri barəsində edam hökmü ləğv olunmalıdır. Biz bunu deyə bilmərik. Onda özünüzdən küsün. Əsir Zenikinçi zabitlərə bizdən aman gözləməyin. Qurtardıq. Mandat. Ha? Mandat. Aşağı dönüm. Biz onlardanıq. Yuxarıda çəpik vuranlardanıq. Mandat. Başa düşmürəm, bəlkə pul istəyir. Nə danışırsan, qalayın saldatına da pul, bunlara da pul. Başa dönüm, biz uzaqdan gəlmişik, Vələsuvardan. Cəmaatımız yığılıb, bizi vəkil seçiblər. Mandat. Oho, elə deyin deyir ha. Keçin. O tarqulu verən kağız necə oldu? Gərək ki, səndəydi. Burada. Budur. Keçin. Nümayəndəsiniz, vəkil değilsiniz. Ay ha. Düşmənin əl-ayağa düşməsi heç də bəs deyil, yoldaşlar. Muğan Sovet Respublikasının varlığı General Denikinin yuxusunu qaçırdıq. Onun Bakı neftini ələ keçirmək, qalçaqla birləşib Moskvaya yürüş etmək planını alt üst edib, yoldaşlar. Bizim bu birliğimizdir düşmənin canını vəlvələ salan. Bakı proletariyatı bizimlədir, Sovet Rusiyası bizimlədir, Lenin bizimlədir, qardaşlar. Gecə ikinci məsələyə, yoldaşlar. Muğan Hərbi İnqilab Şurası təklif eləyir ki, mülkədar torpaqları müsadirə olunub kəndlərə paylansın. Kim bu təkliflə razıdır, əlini qaldırsın. Qırağa dur görüm. Qardaş oğlu, əllərinizi niyə qaldırırsınız? Torpaq istəyirik. Torpaq? Tərpənəyə. Həşdərxana, Hərbi İnqilab Şurasına. Elə indicə Muğan kəndlilərinin qurultayı qutardı.